Noyabr ayında gəlirlərini artıracaq bürclər, astroloji enerjilərə əsasən maddi sabitlik, fürsət və uğurlu qərar dalğasında olanlardır. Ən düz proqnoz aşağıdakı kimidir. Buğa. Maddi yüksəliş dövrünə qədəm qoyursan, əl işin, zəhmətin və səbirli davranışın qarşılığını alacaqsan. Xüsusilə ayın ikinci yarısında əlavə gəlir, bonus və ya yeni qazanc qapısı açıla bilər. Məsləhət: hər fürsəti diqqətlə dəyərləndir, amma riskə girmə. Oğlaq peşəkar sahədə ciddi artım görünür. Yeni layihə və ya rəhbərlikdən gələn dəstək sayəsində maaş, mükafat və ya əlavə gəlir mümkündür. Məsləhət: planlı ol, nüfuzlu insanlarla münasibətləri gücləndir. Əqrəb, noyabr sənin üçün maddi dönüş ayıdır. Gözlənilməz gəlir, miras və ya borcun qaytarılması mümkündür. Ulduzlar səni pul enerjisi ilə gücləndirir. Məsləhət: gələn pulu ağıllı xərclə və bir qismini yığıma saxla. Qız analitik düşüncən sayəsində gəlirlərini artırırsan. İş dəyişiklikləri və ya əlavə işdən qazanc ehtimalı çox yüksəkdir. Məsləhət: əlinə düşən fürsəti təhlil et və dərhal hərəkətə keç. Oxatan ay boyunca şans enerjisi sənin yanındadır. Qısa müddətli layihə, onlayn qazanc və ya satışla bağlı gəlir səni sevindirəcək. Məsləhət: şanslı olduğun mövzuda çalışmaqdan çəkinmə. İstəsən, bu siyahıya pul enerjisini cəlb edən bürclər üçün ayrıca video ssenarisi də yaza bilərəm. Qısa, TikTok və ya YouTube Shorts üçün. İstəyirsən hazır edim.